Sal. A few moments later. Reklama gündə 100 dəfə qabağımıza çıxan Elvin Əsgərovun digital marketinq dərslərinə bugün canlı formada gedib baxacağıq. Görək orada dərsi necə keçirlər. Həqiqətən dəmi deyildiyi kimidir, göstərildiyi kimidir, yoxsa öz tələbələrdir, məcburan video çəkdirirlər ki, bizi tərifləyin. Nə suallarınız varsa bu videoda cavab tapa bilərsiniz, çünki tam filtrsiz çəkəcəm bunu. Bir də görək də nə olur. Salam dostlar, necəsiniz? Gərgin dəqiqələr yaşanır. Düşünürsünüzsə, təlimə gəlirsiniz. Çox səhv düşünürsünüz bu haqda. Sen kimsen burada rejissorluk ediyorsun? Kimsen sen? Əsas məsələ isə göstərilənlər deyil, kimlər nə düşünür, odur. Ela xanım, bu kursu başqasına tövsiyə edərdiniz? Sevə-sevə, dönə-dönə mütləq, şiddətlə tövsiyə eləyərəm. Onun ən çox Naxçıvanlı olanın yanına gedir. Zarafat edirsən, 150 manat kursa getmişəm. Mən. Yox. Mən yaxşı idarə edə bilməsəm də, amma kursa gəldikdən sonra müəllimin köməyi ilə və müəllimin bizə ayırdığı real büdcələrlə praktika etdikdən sonra daha yaxşı aydınlar seçdim və daha yaxşı targetləmə elədim və bundan sonra daha yaxşı nəticələr aldım. Sənə ən çətin olan hissə hansı idi? Ən çətin bu ət falan hər bölümdə. Biz marketinqə aid 3 termindir. Impression, landing page. Bugünkü videomuz və vlogumuz bura qədər idi. Əgər bəyəndinizsə, kanalımıza abunə olun, videolarımızı izləyin ki, tez-tez mən belə videolar çəkim. Düz əslində çox da ifşalanacaq bir şeylər yox idi. Real dərs mühitini göstərdimsə, yəqin göstərdim də. Göstərdim. Yəqin göstərmiş olaram. Əgər sən də hələ də bilmirsənsə, gələcəkdə nə olacaqsan və ya hələ öz peşəni seçməmisənsə, bəlkə də dijitalçı olacaqsan. Məncə bir yerdən başlamaq lazımdır. Elə WhatsApp qrupuna qoşularaq. Əsla məcbur eləmirik. Миллион алых роз.